İran İsrailə kaset bombaları ilə zərbələr endirib. Bununla bağlı sosial mediada görüntülər yayılıb. Mənim öldüyümlə bağlı saxta xəbər yayan İranlılara deyirəm. Terrorçuları edam etmək üçün ölürəm. Bunun üçün can atıram. Bu sözləri İsrailin Milli Təhlükəsizlik naziri Ben Gvir deyib. Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri İsrailin Milli Təhlükəsizlik naziri Ben Gvirin İranın zərbələrinin nəticəsində öldüyünü demişdi. İsrail Xəzər dənizində Bəndər Ənzəli limanında İranın hərbi dəniz qüvvələrinə zərbə endirib. İsrailin zərbəsi nəticəsində İranın azı 5 hərbi gəmisi sıradan çıxıb. Məlumata görə hücum nəticəsində gəmilər ciddi ziyan görüb və onların döyüş qabiliyyəti itirilib. Zərbələrin eyni zamanda bəzi hərbi infrastruktur obyektlərini də əhatə etdiyi qeyd olunur. Qeyd edək ki, Bəndər Ənzəli limanı İranın Xəzər hövzəsində əsas ticarət qapılarından biridir və strateji obyektdir. Mediada yayılan məlumatlara görə Amerika və İsrail Xəzər dənizində Rusiyadan İrana gələn yükləri hədəf alıb. İranın Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyad şəhərinə ballistik raketlə zərbə endirməsinin görüntüləri yayılıb. Qeyd edək ki, daha öncə İran Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində neft obyektlərinin yerləşdiyi ərazilərə zərbə endirəcəyi barədə xəbərdarlıq edib. İran qoşunları Bəhreyndəki mayeləşdirilmiş təbii qaz istehsalı zavoduna raket zərbəsi endirib. Bu barədə Fars agentliyi məlumat yayıb. Son 24 saat ərzində onlarla İsrail qırıcı təyyarəsi İranın qərbində və mərkəzində 200-dən çox rejim hədəfinə zərbə endirib. Bu barədə İsrail ordusunun məlumatında deyilir. Zərbələr ballistik raketlərin və dronların saxlanması və buraxılması üçün istifadə olunan obyektləri, eləcə də hava hücumundan müdafiə sistemlərini, buraxılış qurğularını və silah istehsalı müəssisələrini hədəf alıb. İran Qətərin Ras Laffan neft emalı zavoduna zərbə endirib. Bununla bağlı görüntülər yayılıb. Zərbədən sonra zavodda yanğın başlayıb. Məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazını necə açmağı kollektiv şəkildə müzakirə edir. Bunu NATO baş katibi Mark Rutte deyib. Rutte müzakirələrin təfərrüatını açıqlamayıb və bölgəyə gəmilərin göndərilməyəcəyi barədə məlumat verməyib. İranın enerji infrastrukturuna hücum heç bir nəticə verməyəcək. Bu açıqlama ilə İran prezidenti Məsud Pezeshkian çıxış edib. Bu, vəziyyəti daha da mürəkkəbləşdirəcək və bütün dünyanı bürüyə biləcək nəzarətsiz nəticələrə səbəb ola bilər. Amerika prezidenti Donald Trump İsrailin İranın Cənub Pars qaz yatağına endirdiyi zərbəni Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda xəbərdarlıq kimi qiymətləndirib. Amerika rəsmilərinin The Wall Street Journal nəşrinə verdiyi məlumata görə Trump artıq İranın enerji obyektlərinə qarşı hücumların davam etdirilməsinə qarşı çıxır. Məlumata əsasən Trump hesab edir ki, enerji infrastrukturlarına zərbələrin genişlənməsi regionda nəzarətdən çıxan eskalasiyaya səbəb ola bilər və bu, qlobal bazarlara ciddi zərbə vura bilər. Bu səbəbdən o, yalnız İran tərəfindən vəziyyətin daha da gərginləşdiriləcəyi halda belə hücumların davam etdirilməsini mümkün sayır. Almaniya kansleri Friedrich Merz Amerikanın İrana hücum etməzdən əvvəl Berlinlə heç bir məsləhət aparmadığından şikayətlənib. Bu barədə The Guardian məlumat yayıb. O, bildirib ki, Amerikanı İranla müharibədən çəkindirməyə çalışacaq. Vaşinqton bizimlə məsləhətləşməyib və Avropanın köməyini zəruri hesab etməyib. Heç kim bizə demədi ki, İran vurulacaq. Biz onları hazırda etdikləri kimi hərəkət etməkdən çəkindirəcəyik. O əlavə edib ki, Amerika ilə sonraki təmaslarda Almaniya münaqişə ilə bağlı hələ də bir çox həll olunmamış məsələlərin olduğunu açıq şəkildə qeyd edib. Amerika Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün geniş miqyaslı əməliyyata hazırlaşır. Amerika və Körfəz ölkələri canlı qüvvə cəlb edəcək. İsrail isə kəşfiyyat məlumatı təmin edəcək.